Salam hörmətli izləyicilər, hər birinizi xoş gördük. Sizə şad xəbərim var. Artıq virtual məktəb layihəsində qeydiyyatdan keçib şifrəsini unudanlar narahat olmasınlar və qeydiyyatdan keçən zaman istifadə etdikləri elektron poçtu axtarmasınlar. Bu videoda virtual məktəb layihəsində qeydiyyatdan keçib şifrəsini unudanlar üçün şifrəni bərpası haqqında danışacağam. Kanalda virtual məktəbdə qeydiyyatla bağlı video var. Həmən videonu bu videonun sonunda yerləşdirəcəm. Vaxtı çox uzatmadan keçək şifrənin bərpasına. Deməli, şifrəni bərpa etmək üçün iki üsul var. Köhnə üsul və yeni üsul. Köhnə usulla bərpa etmək istəsəniz, elektron poçt lazım olacaq. Bunun üçün virtual.edu.az saytına daxil olduqdan sonra virtual məktəbə daxil ol butonuna klik edirsiniz. Mən bu üsulla göstərməyəcəm. Həm əlavə vaxt aparan üsuldur, həm də köhnə üsuldur. Bununla bağlı artıq YouTube'da kifayət qədər video var. Mən sizə yeni üsulu göstərəcəm. Bunun üçün şifrəni bərpa et bölməsinə daxil oluruq. Şifrənin bərpası adlı pəncərə açılır. Lazım olan məlumatları daxil edirik. İndi deyəcəksiniz ki, UTIS ID nədir? UTIS ID iki yolla əldə edəcəyiniz ümumi təhsil informasiya sistemində şagirdə məxsus unikal koddur. İki yolla əldə etmək mümkündür. Birinci yolu budur ki, məktəbdən əldə edə bilərsiniz. Valideyn müvafiq məktəbə yaxınlaşaraq övladının təhsil bazasına daxil edilməsi barədə müraciət etməlidir. Məktəb həmin uşağı təhsil bazasına daxil etdikdən sonra valideynə övladının UTIS kodunu təqdim edir. Ola bilər bu uzun prosesdir. Bir də ikinci yolu var. Ya da ki, virtual məktəbdə şagird qeydiyyatı bölməsinə daxil olursunuz. Çünki ilk dəfə fin kodla qeydiyyatdan keçən zaman sizə 7 rəqəmli həmən UTIS kod verilir. Deməli, şagirdin qeydiyyatına daxil olduqdan sonra belə bir pəncərə açılır. Güya ki, siz ilk dəfə qeydiyyatdan keçirsiniz. Bu isə güya ki, qeydiyyatdan keçmək üçün daxil olursunuz. Lakin siz qeydiyyatdan keçmirsiniz axı. UTIS kodu əldə etmək üçün daxil olursunuz. İlk dəfə qeydiyyatdan keçdiyiniz kimi tələb olunan məlumatları daxil edib davam edirsiniz. Yalnız UTIS kodu almaqdan ötürü bu prosesi yerinə yetiririk. Və budur. Sizə belə bir mesaj gəlir ki, hörmətli istifadəçi, təqdim etdiyiniz fin artıq qeydiyyatdan keçib. Sizin istifadəçi adınız həmən 7 rəqəmli UTIS kodu yazılır orada və @student.edu.az. Vəssalam, sizə lazım olan məlumatı artıq əldə etdiniz. Bundan sonra yenidən şifrəni bərpa et bölməsinə daxil oluruq. Biz artıq bildik ki, UTIS kodumuz neçədir? 7 rəqəmdən ibarət koddur. Ümumiyyətlə, bu UTIS kodunun qarşısındakı @student.edu.az hamısı bir yerdə isə sizin logininiz olur. Amma təkcə özü həmən rəqəmlər, UTIS kodunuz olur. Yəqin ki, bu üsul daha yaxşıdır. Bir də məktəbdən maraqlanmaqdansa bu üsul məncə daha yaxşıdır. Sonra yenidən şifrəni bərpa et bölməsinə daxil oluruq. UTIS kodu yazıb, doğum tarixini yazıb davam edirik. Deməli, artıq UTIS kodumuzu bilirik, doğum tariximizi bilirik. Yəni, şagirdin doğum tarixini bilirik. Bu hissədə fikir verirsiniz, tarix çox aşağı düşür. Bunu aşağı etmək mümkün deyil. Yəni, tutaq ki, sentyabrın 20-sini yazmaq istəyirsiniz. Mən telefonuna edə bilmədim. Ola bilər, bəzi istifadəçilər edə bilsin. İndi edə bilməyənlər üçün də digər variantı göstərim. Yuxarıda ox işarəsi ilə qeyd etmişəm. 3 nöqtəni basırsınız. Sonra masa üstü rejiminə çevirirsiniz. Və belə ekran balacalaşır. Burada istədiyiniz kimi artıq istənilən günü seçə bilərsiniz. 30-u, 31-i, 29-u və s. Vəssalam. Proses artıq bitmişdir. Növbəti etapda məlumatları daxil etdikdən sonra davam edirik. Belə bir pəncərə açılır. Parol yerinə parol yazırsınız. Yeni parolunuzu. Parolun təkrar yerinə də parolunuzu təkrarən yazırsınız. Sonra təsdiq edirsiniz. Bir nüansı nəzərinizə çatdırım ki, parolun böyük və kiçik hərflərdən və rəqəmlərdən ibarət olmasına fikir verin. Parol böyük və kiçik hərflərdən ibarət olmalıdır və rəqəmlərdən ibarət olmalıdır. Vəssalam. Növbəti etapda artıq belə bir məlumat gəlir ki, istifadəçi adının şifrəsi 1 saat ərzində yenilənəcəkdir. Deməli, dostlar, göstərdiklərimi addım-addım etsəniz, ümid edirəm ki, heç kimdə problem olmayacaq. Hər kəs asanlıqla şifrəsini bərpa edəcək. Bu qədər dostlar. Kanala abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşənədək. Sağ olun, salamat qalın.